Müşfiq bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Şadıq sizi görməyə efirimizdə. Müşfiq bəy, biz onunla başlamaq istərdik ki, BBC-nin Trumpla bağlı manipulativ materialı beynəlxalq rezonans doğurdu bilirik ki. Sizcə bu hadisə nəyə işarə edir? Sistemli informasiya siyasətinə yoxsa fərdi redaksiya səhvinə? Təşəkkür edirəm. Əslində BBC-nin yol verdiyi informasiya manipulyasiyaları barədə insident baxımından bu ilk hadisə deyil. Əslində BBC öz fəaliyyəti boyu həmişə informasiya manipulyasiyalarla məşğul. Sadəcə onun nüfuzu, haqqında söylənən yalancı şüarlar, dogmalar imkan vermirdir ki, BBC-nin əsl mahiyyəti indiyə qədər auditoriya üçün bəlli olsun. Mən bir çox faktlar deyə bilərəm. Məsələn, məşhur beynəlxalq skandallardandır. Məsələn, 2000-ci illərin əvvəllərində bilirsiniz ki, İraq müharibəsindən öncə o müharibə böyük bir ideoloji hazırlıq aparılmışdı və İraqda güya kimyəvi silahın olması, kütləvi qırğın silahlarının olması barədə bir yalancı informasiya buraxmışdı və sonradan o informasiya öz təsdiqini tapmadı. Bax, həmin o yalancı təbliğatın aparılmasında və müharibəyə bir növ ideoloji hazırlıq aparmasında BBC-nin çox böyük rolu olmuşdu. O skandala görə çoxları üzr istədilər, çoxları səhvlərini etiraf etdilər, amma BBC bu hərəkətləri yetmədi və belə deyək ki, yenidən öz nüfuzunu qorudu. Çoxlu sayda olub bu cür hadisələr. Ən rüsvayçı faktlardan biri BBC haqqında 2023-cü ildə baş verdi. Məşhur yenə qlobal media subyektlərindən biri Al Jazeera məşhurdur, bilirsiniz. O bir reportaj yayımladı. Deməli, BBC-nin 8 nəfər əməkdaşı Al Jazeera məktub yazaraq dəstək istəmişlər. Onlar qeyd etmişlər ki, biz İsrail-Fələstin müharibəsi ərazisində reportaj apararkən orada gördüyümüz həqiqətləri yazmaq istəyirik. Amma BBC rəhbərliyi və redaksiya bizə tapşırıq verir ki, bizə oradakı həqiqətləri deyil, bizim sizə verdiyimiz tezisləri əsaslandıracaq faktları tapmağa, belə deyək ki, təşəbbüs edir. Yəni, bu nə deməkdir? Redaksiya özü bilərəkdən öz əməkdaşlarını sövq eləyir ki, yanlış məlumatları əsaslandırıb yazsın. Yəni, hansı hadisələr ki, onun siyasətinə, redaksiya siyasətinə xidmət edir. Biz bu cür onlarla faktları sadalaya bilərik. Gələk indiki keysin üstünə. Və altdan sanki boz kardinal sayağı idarə eləmək stilistikasına oxşuyur. Bəli. Bu faktlar zaman-zaman yayınıb mediada. Məsələ oradadır ki, indi baş verən Amerika Birləşmiş Ştatlarında baş verən hadisə ona görə əlamətdardır ki, belə deyək, Amerika güclü bir dövlətdir və Amerika prezidenti də dünyanın ən güclü liderlərindən biridir. Yəni, hal-hazırda BBC-nin düşdüyü müşkülərlə bağlıdır. Onun üzərinə Trump'ın komandası yeriyir və əllərində çox ciddi şəkildə faktlar var. Bilirsiniz ki, Trump'ın deməli 2021-ci ildə Biden inaugurasiyasından əvvəl bir seçkilərin saxta keçirilməsi ilə bağlı bir qalmaqal yaşanmışdı. Deməli, Amerika Birləşmiş Ştatlarında. Həmin vaxtı Trump da seçkin saxtalaşmasına etirazını bildirmişdi. Amma BBC elə bir reportaj vermişdi ki, güya Trump üsyana dəvət edir, Amerika hökumətinə qarşı hansısa çıxışlar edir və s. Yəni, tamamilə faktı saxtalaşdırmışdı. İndi cənab Trump da komandası, daha doğrusu onun sözcüsü çıxış edərək, Caroline Levitt çıxış edərək bildirir ki, BBC çox ciddi şəkildə və şuurlu şəkildə yalanlara yol verib, informasiya manipulyasiyalara yol verib və onlar bilirsiniz ki, hal-hazırda BBC-dən tələb edirlər ki, bu il noyabrın 14-nə qədər ya təqsi verməlidir, üzr istəməlidir, həmin dövrdə törətdiyi o əməllərinə görə, yanlış təxribat əməllərinə görə, ya da ki, $1 milyard həcmində, belə deyək ki, deməli, təzminat ödəməyə məcbur olacaqdır. Sizcə BBC-nin reaksiyası necə olacaq? Necə düşünürsünüz? BBC-nin reaksiyası hələ açıqlamır, amma sizə deyim ki, dünən artıq BBC-nin çox məsul şəxslərindən biri, hansı ki, həmin dövrdə o informasiya siyasətinə redaktorluq edən şəxslərdən biri artıq dünən istefa verdi, getdi və bunu göstərir ki, redaksiya içində belə deyək də günah keçisi axtarırlar ki, o günahı ümumi redaksiya adına yazmasınlar, kiminsə üzərinə yıxıb belə deyək ki, bu vəziyyətlə çıxsınlar, amma
Trump komandası da belə asan yolla belə deyək ki, barışacaq kimi görüşmür və işi sona qədər həll etmək istəyir. İndi sizə deyim ki, bu BBC-nin bu cür əməllərinə mən bayaq sadaladım. Yəni əziyyət çəkənlər çoxdur dünyada. Yəni ayrı-ayrı ölkələri çox zaman belə məruz qoyublar. Bu sırada Azərbaycan dövləti də var. BBC-nin həmişə Azərbaycana yönəlik siyasətində Ermənistan-Azərbaycan münaqişəsində bir ikili standartla oynamaq və o manipulyasiyalara yol vermək siyasəti olub həmişə. Xatırlayırsınızsa 2023-cü ildə Azərbaycan suverenliyi uğrunda aparılan o əməliyyatlar zamanı da BBC eyni rolu oynayırdı. Yəni həmin zamanda Qarabağın separatçı liderləri ilə müsahibələr götürürdü, onlara tribuna verirdi, onların yanlış fikirlərinin dünyaya yayılmasına şərait yaradırdı. Həmin vaxt Azərbaycan 20-ci ildə də Müşfiq müəllim, bizdə müharibə olanda o qədər şəhid verəndə biz ölkəmiz bu qədər hallarla rastlaşanda Azərbaycanın tərəfi işıqlandırılmırdı. İşıqlandırılmadı. Mən sizə deyim ki, məsələn, Azərbaycan üçün ən ağırlı ümumilikdə müharibə ağrıdır, amma Azərbaycanın çox ciddi o qabartdığı hallardan biri, məsələn, Gəncənin, Bərdənin bombalaması idi, xatırlayırsan. Çünki o müharibə qaydalarının çox kobud şəkildə pozulması Ermənistan tərəfindən. BBC həmin, belə deyək ki, informasiyaları sanki gizlətdi, simvolik bir informasiyalar verdi. Amma yalandan Azərbaycanın güya Qarabağda mülki əhalini bombalaması, güya ki, Ermənistan tərəfə təxbat etməsi barədə yalançı informasiyalar yayımladı. Yəni bu həmişə qərəzli mövqe tutub, amma vurğulamaq istədiyim nədir? Mən niyə 2023-cü ildə misal gətirdim? Çünki 2023-cü ildə mənim də təmsilçisi olduğum Azərbaycan Mətbuat Şurası fundamental belə arqumentlərlə əsaslandırılmış bir müraciət bəyanat yaydı. Biz BBC-yə müraciət etdik və bu müraciəti ictimailəşdirdik, açıqladıq ki, sənin hərəkətlərində bu cür yanlışlar var. Bu nə BBC-nin o mövcud imicinə uyğun deyil, nə jurnalistika prinsiplərinə uyğun deyil, nə də ki, haqqa, ədalətə uyğun deyil. Yəni, sən öz hərəkətlərində dəyişiklik yapar. Niyə görə? Çünki o həmin vaxtı Qarabağın separatçı liderlərinə ən çox tribuna verən, belə deyək ki, media subyektlərindən biridir. Hansı ki, bilirsiniz, o separatçı liderlər terrorçu idi və əslində media qanunlarına əsasən separatçılara və terrorçulara, belə deyək ki, tribuna vermək özü media qanunları ilə, prinsipləri ilə yasaqlanan bir haldır. Yəni, terrorçunun fikirlərini açıqlamaya yol vermək olmaz. Biz o müraciəti etdik. Bir məqam maraqlıdır. Baxın, BBC-nin bu qədər bitərəfli davranmamasının səbəbi sizcə xaricdə yaşayan erməni lobbilərinin dəstəyidir? Yoxsa bu BBC-nin şəxsi əqidəsidir ki, məsəl üçün xaçpərəstlərə daha çox dəstək olur ya da ki, öz istiqamətində düşünən ölkəyə daha tərəf çıxmağa çalışır? Fikrinizcə nədir bunun səbəbi? Bilirsiniz, təkcə bu cür yanlış faktlar, davranışlar həm təkcə Azərbaycana qarşı baş versəydi, belə deyək ki, biz onda bunu hansısa bir şəbəkənin, belə deyək ki, maraqlarla əlaqələndirək. Təbii ki, orada BBC-nin anti-Azərbaycan təbliğatında birmənalı şəkildə beynəlxalq erməni şəbəkəsinin və lobby qruplarının rolu vardı. Amma məsələ oradadır ki, BBC də daimi olaraq bax, bu cür məsələlərdə məhz o oyunlar qurmaqla, ikili davranışlar nümayiş etdirməklə özünün şəxsi maraqlarını güdür. İsrail-Fələstin məsələsində də belədir. Bəli, İsrail-Fələstin və çox ciddi faktlardan biri budur ki, mən sizə vurğuladım. Məsələn, Əl-Cəzirə orada deməli açıqlama yaymışdı ki, ictimailəşdirdi rəsmən Əl-Cəzirə ki, BBC-nin 8 nəfər əməkdaşının məktubunu ictimailəşdirdi ki, BBC redaksiyası Fələstinlilərin məruz qaldığı hadisələrlə bağlı faktları işıqlandırmaq qoymur. Amma burada biz deyə bilərdik ki, bəxsiz dediğiniz kontekstdəki, məsələn, bu anti-müsəlman bir xətti yürüdür. Amma problem ondadır ki, BBC-nin hərəkətlərindən həm də İsrail narazıçılıq elədi. Deməli, o vaxt BBC 2023-cü ildə məlumat yaymışdı ki, İsrail əskərləri mülki
ki, xəstəxanaya daxil olaraq orada xəstələri, həkimləri atəş açıb. Amma bir gün sonra elə Reuters sözü məlumat yaydı ki, yox, ora gələn İsrail əskərləri əslində ora zəruri dərman avadanlıqlar gətiriblər və BBC İsrail hökumətinin kəskin tələblərindən sonra BBC 2023-cü ilin noyabr ayında hətta İsraildən üzr istədir. Yəni rəsmən bu faktlar mövcuddur. Yəni deməyim nədir? Tutaq ki, münaqişə var. Münaqişələrin üzərində həmişə BBC manipulyasiyalar qurur. Hər iki tərəflə müəyyən manipulyasiyalara yol verir və hər iki tərəfdən müəyyən qazanclar, dividendlər götürür. Bax, problemin kökü oradadır. Burada onlar incə məqamlara toxunmağı bacarırlar. Məsələn, bəzən tutaq ki, anti-müsəlman xətti yürüdərək digər tərəflərin marağını çəkirlər, belə deyək ki, onlarla əməkdaşlıqdan nəsə qazanırlar. Bəzən isə tamamilə əksinə hərəkət edərək özlərini güya obyektiv bir tərəf göstərib, güya ki, Fələstin tərəfindən çıxış edib, yəni belə deyək ki, İsrail tərəfə, yaxud da ki, başqa bir tərəfə hücum edilir. Yəni burada BBC-nin siyasət tarixində, fəaliyyət tarixində bu cür manipulyativ, ikili davranışlar həmişə olubdur və sonucda həmişə qazancla çıxmağı bacarıb. Sadəcə bu dəfə belə deyək ki, o daşqaya rast gəlib misalında, yəni bu dəfə daha bir ağır bir məqama ilişib. Bu eyni oyunu demokratlarla respublikaçılar arasında ABŞ-da gedən o rəqabət fonunda oynamaq istəyib eyni rolu və belə deyək ki, haqlı olaraq da Trump komandasının qəzəbinə tuş gəlibdir. İndi əldə faktlar var. Caroline Levitt dedi ki, biz əldə olan faktları, onların necə manipulyasiya etməsi, necə kontekstdən çıxarması barədə əldə faktlar var. O faktları qoyublar və tələb edirlər ki, sən üzr istəməsən. Belə deyək ki, BBC-nin az qala 100 il ərzində həyata keçirdiyi o manipulyativ siyasətə görə artıq cavab verməli olduğu məqam gəlib çatıbdır. Yəni, çox ciddi bir problemlə qarşı-qarşıyadır. Müşfiq müəllim, bir də ki, BBC-nin ki, bu nüfuzu uzun illər etibarlı mənbə kimi qeyd olunur. Nə oldu? Deyirdilər ki, BBC-yə istinad edirdilər ki, BBC-nin yazdığı məlumata görə və s. Amma görürük ki, artıq o sanki bunu itirir. Bu cür ifşalar beynəlxalq media etikasına inamı necə dəyişir? Yəni ki, BBC-nin timsalında insanların ümumi mediaya münasibəti necə dəyişir fikrinizcə? BBC-nin o yalançı imicini formalaşdırmaq üçün indiyə qədər çoxsaylı aforizmlər, şüarlar, idiomlar formalaşdırılıb. Siz indi birini dediniz, məsələn, çox məşhur aforizmlərdən biridir, o dırnaq arasında aforizm deyək ki. Məsələn, BBC haqqında deyirlər ki, dünyada hər hansı bir fakt baş verib, hadisə baş verib, BBC onun haqqında yazıbsa, deməli o fakt baş verib. BBC yazmayıbsa, deməli o fakt təsdiqini tapmayıb. Baxın, necə yalançı bir imic yaradırlar. Yaxud da ki, onların məşhur tezislərindən biridir ki, BBC peşəkar medianın simvoludur. Baxın, bu cür ideallaşdırırlar, hadisələr edirlər. Amma təbii ki, o öz hərəkətlərində, real hərəkətlərində bütün o media prinsiplərini pozaraq hərəkət edir. Amma bilirsiniz, problemin mahiyyəti nədədir? Problemin kökü odur ki, qərbdə məskunlaşan və transmilli statusda olan, yəni bütün qlobal səviyyədə yayılan digər media subyektlərində də biz eyni davranışların şahidi oluruq. Məsələn, biz baxsaq Fransa 24-ün fəaliyyətinə, o da BBC qədər elə nüfuzlu və dünyada yayılan bir media qurumudur. Yeri gəlmişkən deyim ki, BBC-nin auditoriyası çox böyükdür. O dünyada təqribən o ölçü təşkilatlarının verdiyi bilgiyə görə onun həftəlik izləyicilərinin sayı 500 milyondan yuxarıdır. Təqribən bu qədər böyük bir auditoriyanı əhatə edir. Amma təkcə BBC-dirmi bu fəaliyyətlə məşğul olan? Gəlin baxaq Fransa 24-də, Deutsche Welle, Almaniya radiosuna və digərlərinə, yaxud da ki, Azadlıq radiosuna, o Free Radio Liberty biz deyirik, məsələn, bu məşhurdur, çoxdurlar bunların sayı, transmilli kiblərə. Bunlar hamısının fəaliyyətində o media prinsiplərinin pozulması var. Mən niyə onları misal gətirirəm? Məsələn, orada ki, bizim o beynəlxalq peşəkar media prinsipi kimi tanıdığımız prinsiplər ki var, hansı ki medianın təməl sütunlarıdır. Məsələn, orada da bu tanıdığımız transmilli kiblər hər biri beynəlxalq xartiyalar imzalayaraq zaman-zaman o prinsiplərə əməl olunmasının zərurliyini və vacibliyini bildiriblər. Və belə deyək də, yəni dünyaya aşılayırlar ki, siz bu prinsiplər əsasında fəaliyyət göstərin.
Amma özləri bütün günü fəaliyyətləri boyu həmin prinsipləri ayaqlayaraq keçirlər. Belə deyə də, yəni bizə olar, amma siz səliqə sahmanla davranın, mütləq belə də ki, həqiqətin yanında olun, belə bir prinsiplər. İndi bu cür BBC daxil olmaqla o transmilli Avropada yerləşən ən məşhur media subyektlərinin bu media üçün müəyyənləşmiş beynəlxalq peşə prinsiplərini bax bu cür ayaqlamaları, bu cür manipulyativ siyasət yürütmələri təbii ki bizim peşəkar media üçün ciddi problemlər yaradır. İndi sübut etmək lazımdır dünyadakı, bax bu peşə prinsiplərini yaradan və onu əsas meyar kimi təqdim edən təşkilatların özləri bu prinsipləri ayaqlayırlar, pozurlar və bununla da bəşəriyyətə böyük zərbələr vururlar. Yer gəlmişkən sizə deyim ki, bunların bu cür yanlış siyasəti nəticəsində təsəvvür ki, dünya, bəşəriyyət faciələr yaşayır. Bayaq mən məsələn misal gətirdim. O İraq müharibəsinin yalançı ideolojiya əsaslandırılması barədə, hansı ki BBC xəbər. İraq müharibəsində nə baş verdi? Sonunda 1 milyon insan həlak oldu, həyatını itirdi. Yaxud götürün Fələstin-İsrail müharibəsi barədə yalan məlumat yayır. Bu günə qədər 60 mindən yuxarı insan həyatını itirib. Bunların belə deyək ki, o yol verdikləri yanlışlar sıradan bir yanlış deyil. Dırnaqarası yanlış deyil. Yəni şuurlu şəkildə yaydıqları o dezinformasiyalar, yalan məlumatlar münaqişələri qızışdırır, insan faciələrinə yol açır, bəşəriyyətin həqiqətən yol açır. İnsanların gözünü yayındırır, əslində problemin nə qədər qlobal olmasına insanların görməyini qoymur. Bir söz var, Müşfiq müəllim deyir, yalan çox dəfələr təkrar olunmuş yalan artıq insanların beyninə, şuuruna işləyərək bir həqiqətə çevrilir sanki. Çünki o qədər onu təkrarlayırlar və kütləvi informasiya vasitələrinin bunda rolu böyükdür. Nə yaxşı ki, bu ifşa olunur və artıq insanlar sanki daha real tərəfdən görməyə başlayırlar BBC-ni. Çox sağ olun. Şərhinizə görə, məlumatları bizimlə paylaşdığınıza görə çox maraqlıydı. Təşəkkür ederim. Əziz tamaşaçılarımız, nəzərinizə çatdıraq ki, bizim canlı bağlantıda qonağımız Mətbuat Şurasının sədr müavini Müşfiq Ələskərli idi.